Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Mən Fes Akademinin kurikulum üzrə təlimçisi Hikmət Mürsəlov. Bugünkü videomuzda sizinlə paylaşdığımız həftə sonu sınağının kurikulum üzrə olan testlərinə izah verəcəm. Başlayırıq birinci sualımızdan. Müəllim şagirdin çətinlik çəkdiyi tapşırıqla bağlı ona rəy bildirərkən deyir ki, bu məsələnin həllində düsturu düzgün tətbiq etmisən və hesablama gedişatın doğrudur. Lakin vahidlərin çevrilməsində diqqətsizlik etdiyin üçün son nəticə alınmayıb. Növbəti dəfə çevrilmələri bir daha nəzərdən keçir. Müəllimin rəy vermə fəaliyyəti haqqında hansı fikir doğrudur? Müəllimlər, cavablara keçməzdən əvvəl, variantlara baxmazdan əvvəl, gəlin müəllimin verdiyi rəyi özümüz təhlil edək. Görürük ki, müəllim şagirdin fəaliyyətində düzgün olan məqamları vurğulayıb əvvəlcə. Daha sonra şagirdin səhvini də vurğulayıb ki, nəyə görə düzgün nəticə ala bilməmisən və nə etməlisən. İstiqamət də verilib. Yəni, verilən rəy doğru bir rəydir. Biz də buna uyğun bir cavab axtarırıq. A bəndi deyir ki, müəllim şagirdə konstruktiv rəy verməklə onun özünü qiymətləndirmə bacarığını məhdudlaşdırmışdır. Bu səhvdir müəllimlər. Çünki konstruktiv rəy verəndə əksinə şagird bundan düzgün nəticə çıxarır da. Yəni, özünü qiymətləndirmə bacarığını niyə məhdudlaşdıraq ki? Bu doğru deyil. Müəllim şagirdin səhvini birbaşa açıqlamadan onu öz səhvi üzərində tənqidi düşünməyə yönəltmişdir. Bu da doğru deyil. Axı biz səhvi açıqlamışıq. Yəni, müəllim səhvi açıqlayıb, istiqamət də verib. Ona görə bunu da götürə bilmirəm. Rəydə mənfi tərəflər vurğulandığı üçün şagirddə müəllimə inam və sinifdə dəstəkləyici mühit formalaşdırmır. Müəllimlər, rəydə yalnız mənfi tərəflər vurğulanmayıb. Elə əksinə göstərdi ki, əvvəlcə düzgün məqamlar vurğulanıb, sonra şagirdin səhvi haqqında danışılıb, ona görə S bəndi də doğru deyil. Bu prosesdə şagirdlərin bir-birinə rəy vermə bacarığı arxa plana düşmüş, ancaq düzgün istiqamətə yönləndirilmişlər. Burada şagirdlərin bir-birinə rəy vermə bacarığı arxa plana düşmüşdür, ancaq düzgün istiqamətə yönəlmişlər. Yox, şagirdlərin bir-birinə rəy verməsindən söhbət getmir axı. Burada belə bir situasiya yoxdur. Yəni, yalnız qalır Y bəndi. Gəlin oxuyaq. Müəllim emosional cəhətdən həssaslıq nümayiş etdirərək şagirdin inkişafına yönəlmiş müsbət və konstruktiv rəy vermişdir. Bəli, əvvəlcədən özümüz elə yoxladıq ki, rəy səhvdir, yoxsa düzdür. Düz olduğuna görə də müsbət bir cavab axtarıram da, doğru olanı istəyir axı. Y bənddə düz deyir ki, həssas verilib. Çünki ancaq səhvlərini deyə-deyə şagirdi qorxutmamışam da. Müsbət məqamlardan başlamışam ki, ona motivasiya olsun. Səhvini də necə düzəltmək lazımdır? İstiqamət vermişəm. Bax belə, düzgün cavabımız olur Y variantı. Növbəti sualımız inteqrasiya sualıdır müəllimlər. Baxırıq sualımıza. Verilmiş şəkillərə görə heyvanların xüsusiyyətləri haqqında danışın. Heyvanların əlamətlərinə görə xarici görünüşünü, xüsusiyyətlərini ifadə edən sözlərdən istifadə edərək, oxşar və fərqli cəhətlərinə görə qruplaşdırın. İnteqrasiya növünü müəyyən edəcəksiniz. Fənnimiz də Azərbaycan dili fənnidir. Burada yəqin ki, fənüstü inteqrasiya olmadığını hər kəs artıq bilir. Çünki fənüstü inteqrasiyada yəni bu cür sadə bir situasiya olmamalıdır. Ona görə də fənüstüləri gəlin cavabdan ataq. Yəni fənüstü inteqrasiya olması üçün burada yeni bir məhsul irəli sürməli idi. Situasiya daha çətin olmalı idi. Fənlər arası inteqrasiya var. Çünki tapşırıq Azərbaycan dilindir. Sözlərdən istifadə edəcəksiniz. Xüsusiyyət haqqında danışacaqsınız. Həm də heyvanların xarici görünüşü haqqında. Yəni, təbiət fənni ilə burada inteqrasiya var deyə cavabımızda mütləq fənlər arası inteqrasiya olmalıdır. Bundan əlavə, bilirsiniz ki, Azərbaycan dilinin məzmun xəttlərində danışma var. Biz də heyvanların xüsusiyyətləri haqqında danışırıq. Bir də bundan əlavə, xüsusiyyətləri ifadə edən sözlərdən istifadə edilir. Yəni, əlamət bildirən sözlərdən istifadə edəcəm. Ona görə digər qaydalara da, dilin qaydalarına da toxunduğu üçün burada Azərbaycan dilinin məzmun xəttləri arasında inteqrasiya var. Yəni, həm fənn daxili götürürük, həm də təbiət fənninə keçid olunub deyə fənlər arası inteqrasiya. Sualımızın cavabı olur A variantı. Növbəti sualımız. Valideyn icrasında müəllim valideynlərdən birinə övladının dərslərə qarşı həvəssiz olduğunu və son zamanlar akademik göstəricilərinin aşağı düşdüyünü bildirir. Valideyn isə cavabında
Biz evdə hər gün qardaşını ona nümunə göstəririk ki, belə rəqabət hissi oyanar və daha yaxşı oxuyar. Amma əksinə, uşaq dərslərdən daha da uzaqlaşır deyə. Situasiyada valideyn yanaşmasını ən doğru əks etdirən nəticəni müəyyənləşdirin. Müəllimlər, əvvəlcə cavablara baxmazdan əvvəl baxırıq ki, situasiyamızda nə baş verib. Valideyn düzgün yanaşma göstərməyib də, yəni düşünüb ki, rəqabət yaratsam, şagird yaxşı oxuyar, amma əksinə pis nəticə verib. Təbii ki, belə olması normaldır. Çünki biz demişik ki, sinifin daxilində də kiməsə nümunə göstərmək doğru bir şey deyil. Bu insanı daha da həvəsdən sala bilər, yəni aramızda problem yarana bilər, bizdə əlavə düşüncələr formalaşa bilər, mənfi düşüncələrdən söhbət gedir. Ona görə buna uyğun bir cavab axtarıram. A bəndi deyir ki, valideynin uşağı başqaları ilə davamlı müqayisə etməsi onun daxili motivasiyasını zəiflədir və fərdin şəxsi inkişaf dinamikasını görməzdən gəlməsinə şərait yaradır. Bəli, bax bu doğrudur. Elə budur. Çünki hər dəfə başqası ilə məni müqayisə eləsələr, daxili motivasiyam düşər, zəifləyər və mən öz inkişaf dinamikamı da görməzdən gələrəm, özüm haqqında artıq mənfi düşünməyə başlayaram. Ona görə A bəndi burada ən uyğun cavabdır. Bəs niyə B deyil? Rəqabət mühitinin yaradılması öyrənməni stimullaşdırsa da deyir. Valideynin bunu ailə daxilində qeyri-peşəkar formada etməsi uşaqda yalnız emosional gərginlik və özünə inamın itməsinə səbəb olur. Bax bu səhvdir, çünki bu bir növ valideynin yanaşmasını doğru görür ki, rəqabət mühitinin yaradılması öyrənməni stimullaşdırır. Axı stimullaşdırmır. Müqayisəyə əsaslanan qiymətləndirmə uşağın nailiyyətlərini başqalarının nəticələri fonunda dəyərləndirməsinə gətirib çıxarsa da, bu yanaşma bəzi hallarda onun akademik məqsədlərini daha aydın müəyyənləşdirməsinə şərait yarada bilər. Bu da səhvdir müəllimlər, çünki müqayisəyə əsaslanan qiymətləndirmə düzgün dəyərləndirmə deyil ki, şagird də buradan düzgün dəyərləndirsin vəziyyəti, düzgün nəticə çıxarsın. Deyibəndi, valideynin qardaşı nümunə göstərməsi uşaqda uğur əldə etmək istədiyini zəiflətməkdən çox, uğursuz görünməkdən yayınmağa yönəlmiş davranışların formalaşmasına səbəb ola bilər. Tamamilə səhv deməklər, yəni burada deyir ki, uğur əldə etmək istəyini zəiflətmir də, yəni bu nəticəni çıxarırıq. Amma zəiflədir. Yəni A bəndində də deyilir ki, şagirdin şəxsi inkişafına zərər verə bilər belə bir müqayisə. Bu yanaşma uşaqda emosional sferanın zədələnməsinə, akademik fəaliyyətin münasibətini dəyişdirsə də, təlimə marağının azalmasının əsas səbəbi kimi qiymətləndirilə bilməz. Niyə qiymətləndirilə bilməz? Əsas səbəb budur. Məni daima başqası ilə müqayisə eləsələr, həvəsdən düşəcəm, təlimə də marağım azalacaq. Ona görə də A bəndi digər variantlara baxdıqda ən doğru cavabımızdır. Baxırıq 4-cü sualımıza müəllimlər. Burada da müəllim formativ qiymətləndirmə zamanı şagirdlərin qarşılıqlı rəy vermə fəaliyyətini təşkil edir. Şagirdlərdən biri yoldaşının layihə işinə belə rəy yazır. Sən təqdimatında çox maraqlı vizual materiallardan istifadə etmisən və danışığın çox axıcı idi. Lakin mövzunun əsas ideyasını açmaq üçün seçdiyin faktlar o qədər də güclü deyil. Gələn dəfə elmi mənbələrə daha çox istinad etsən yaxşı olar. Şagirdin öz yoldaşına verdiyi rəylə bağlı hansı nəticəyə gəlmək olar? Yəni gördüyünüz kimi konstruktiv rəyi verməyi təkcə müəllim bacarmamalıdır. Sinifdə hər bir şagird bunu bacarmalıdır və bu şagird də düzgün rəy verib. Elə bayaqki sualımızdakı kimi, müəllimdəki kimi düzgün başlayıb, yəni əvvəlcə düzgün məqamları vurğulayıb, daha sonra zəif olan cəhəti vurğulayıb, onu necə düzəltmək lazımdır, buna da istiqamət verib. Ona görə rəy düzgündür. Biz də cavabda belə bir şey axtarırıq. A bəndi deyir ki, şagird emosional cəhətdən həssas və konstruktiv rəy versə də, rəyin icra müddəti barədə məlumat vermədiyi üçün əks halqa yarımçıq hesab olunur. Yox, niyə yarımçıq hesab olunsun ki? Bu doğrudur. Yəni icra müddəti dedikdə, yəni burada əsas odur ki, gələcəyə yönəlib də, gələn dəfə belə etsən yaxşı olar. Ona görə burada bir problem yoxdur. Rəy inkişaf yönümlü və gələcəyə yönəlikdir. Bura qədər düzdür. Şagird isə müəllimin funksiyasını tam mənimsədiyi üçün rəy vermə prosesində emosional həssaslığı qoruyaraq meyar daxili qiymətləndirmə apara bilmişdir. Burada deyir ki, müəllimin funksiyasını tam mənimsədiyi üçün rəy vermə prosesində emosional həssaslığı qorumaq, meyar daxili qiymət. Yox, bu deyil müəllimlər.
Bu deyil. S-də deyir ki, bu rəy şagird yönümlü təlim mühitinin tələblərinə cavab verir, lakin rəydə fəaliyyətin meyarı tam aydın olmadığı üçün qarşı tərəfdə koqnitiv fikir qarışıqlığı yaradır. Bu da deyilməyimlər, çünki tam aydın bir rəy verilib, yəni necə düzəltmək lazımdır, bu da verilib. Qarşılıqlı rəy vermək də, yəni şagirdin rəyi konstruktivdir, düzgündür. Mən də müsbət cavab axtarıram. Bunların hamısı mənfi cavablar idi. Yoldaşının nitqini və vizuallığını tərifləyən şagird subyektivliyə yol vermiş, nəticədə rəyin konstruktivliyini zəiflətmişdir. Bu da səhvdir müəllimlər. Burada subyektiv bir rəy verilməyib. Yəni təqdimatdan söhbət gedirsə, təbii ki, mən onun vizuallığını, daha sonra yoldaşın nitqini də dəyərləndirməliyəm. Yəni meyarlarımız bunlar olmalıdır. Qalır Y bəndi, rəy konstruktiv və inkişaf yönlüdür. Həm müsbət tərəfləri qeyd edir, həm də gələcəkdə atılacaq addımları göstərir. Bəli, bax budur. Çünki verilən rəyimizdə bir problem yox idisə, bir daha söyləyirəm ki, götürəcəyimiz cavab da doğru, müsbət bir cavab olmalıydı. 5-ci sualımıza baxırıq. İdrak taksonomiyası haqqında olan bir sual. Müəllim şagirddən ekoloji böhranın qarşısını almaq üçün dövlətin qəbul etdiyi mövcud proqramın effektivliyini əsaslandırmağı tələb edir. Bu tapşırıq idrak taksonomiyasının hansı mərhələsinin reallaşdırılmasına yönəlmişdir? Müəllimlər, burada gördüyümüz kimi biz nəyinsə effektivliyini əsaslandırırıq, yəni mühakimə edirik, yoxluyuruq. Bu tipli açar sözlər də bizə dəyərləndirmək mərhələsində verilir. Ona görə cavabımız olur dəyərləndirmək mərhələsi. Növbəti sualımız da idrak taksonomiyası haqqında olacaq. Şagird fizikadan öyrəndiklərinə əsasən laboratoriyada verilmiş cihazlarla sərbəst düşmə təcilini tapır. İdrak taksonomiyasının hansı mərhələsinə uyğun gəlir? Müəllimlər, öyrəndiklərinə əsasən, yəni öyrəndiklərini anlayıbsa, nəticə çıxarıbsa, indi də laboratoriyada bunu tətbiq edir. Sərbəst düşmə təcilini tapırsa, öyrəndiklərini icra edir, istifadə edir. Yəni cavabımız olmalıdır B variantı, tətbiq etmək mərhələsi. Hansı variantda uyğunluq gözlənilmişdir? İş üsullarına aid bir sualdır. Yaradıcı və tənqidi təfəkkürü inkişaf etdirilməsinə yönəlmiş iş üsuludur. Eyni əşya, hadisə və məsələyə müxtəlif nöqteyi nəzərdən yanaşma tələb edir. Burada əşyaların qeyri-adi istifadəsi yazılsa da, hadisə və məsələyə müxtəlif nöqteyi nəzərdən yanaşma dediyinə görə bu olmalıdır. Elə adına uyğun gələn üsulda əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması. Ona görə bu yanlışdır. Yanında da yanlış olduğu qeyd olunub deyə bu uyğunluqdur. Biri götürürük. Mətni başa düşmək üçün biliyini yoxlama və düzgün cavab axtarmaq üsuludur. Insert metodu verilib. Burada isə insertdə mətni başa düşüb düşmədiyimizi yoxlamaq var, amma düzgün cavab axtarmaq insertdə yoxdur. Nəyinsə düzgün cavabını axtarmaq yoxdur deyə burada doğru yazılıb. Yəni bu uyğunsuzluqdur. Fikir səhvdir, amma yanında doğru yazılıb. 2-ni atdıq kənara. Şagirdlərdə assosiasiya yaratmaq və hər hansısa bir əşya və hadisənin xüsusiyyətlərini tapmağa xidmət edir. Xüsusiyyət tapmaq, sadalamaq üsulu auksiondur müəllimlər. Amma burada qərarlar ağacı yazılıb, yəni doğru deyil. Qərarlar ağacı yazılıbsa, yanında da doğru olduğu qeyd olunubsa, bu da uyğunsuzluqdur, uyğun gəlmir də. 4-də sual cavabı əsaslanan strategiyalardan biridir. Bu strategiyanın əsas iş prinsipi suala verilən cavabdan yeni sual çıxarmaqdır. Bilirsiniz ki, sual cavabdırsa, deməli dialoqdur. Bu da Sokrat dialoqu olacaq. Amma burada 4-1 KH yazılıb. Yanlışdır, yanlış olduğu da burada qeyd olunub deyə, bax bu uyğunluqdur. 1 ilə 4 cavabımız olur D variantı. Yəni burada əsas məsələ odur ki, əgər fikir səhvdirsə, yanında səhv olduğu yazılsın da. Bax, məsələn, 1-də həqiqətən səhvdir, başqa üsul olmalıydı, yanında da yanlış olduğu yazılıb. 4-də də eyni vəziyyət, başqa üsuldur, səhvdir də, yanında da səhv olduğu qeyd olunub. Amma 2-də, 3-də onlar səhvdir, yanlarına doğru yazılıb, ona görə biz onları götürə bilmədik. 8-ci suala baxaq. Formativ qiymətləndirmə barədə hansı fikir yanlışdır? Formativ qiymətləndirmənin nəticələri müəllimə tədris strategiyalarını və tapşırıqları şagirdlərin ehtiyaclarına uyğunlaşdırmağa imkan verir. Bu doğrudur müəllimlər. Formativ qiymətləndirmədə təbii ki, tədris strategiyalarını uyğunlaşdırırsınız, tənzimləyirsiniz.
Formativ qiymətləndirmə şagirdin bilik və bacarığındakı güclü və zəif cəhətləri üzə çıxarıb, onu istiqamətləndirməkdir. Bəli, istiqamətin verilməsi formativdə var. Öyrənməni təmin etmək üçün müəyyən bir zamanda şagirdlərin bilikləri və bacarıqlarını istiqamətləndirməyə yönəlmiş qiymətləndirmədir. Bu da doğrudur. Yenə bilik və bacarıqları istiqamətləndirmək deyirsə, formativdə var. Formativ qiymətləndirmə şagirddən şifahi yaxud yazılı cavab almaq prosesi ilə gedə bilər. Bu da doğrudur müəllimlər. Elə üsul var ki, şifahi cavab alırsınız. Elə üsul da var ki, yazılı şəkildə cavablar ala bilirsiniz. Formativ qiymətləndirmə planlaşdırılmış şəkildə və həmişə müəllim tərəfindən aparılmalıdır. Bax, bu artıq səhvdir. Çünki formativ qiymətləndirmə həmişə müəllim tərəfindən aparılmır. Çünki şagirdlər də bir-birlərinə rəy verə bilərlər, yoldaş qiymətləndirilməsi var, məsələn, özünü qiymətləndirmə var. Yəni, həmişə müəllim tərəfindən aparılmalı deyil. Y bəndi səhv cavabımız oldu. 9-cu suala baxaq. Müəllim dərsin məqsədini bu şəkildə müəyyənləşdirir. Şagird müxtəlif mənbələrdən əldə etdiyi məlumatları müqayisə edərək əsaslandırılmış nəticə çıxarır. Dərsin sonunda isə müəllim şagirdlərə 15 qapalı test sualı təqdim edir və onların yalnız faktları xatırlama səviyyəsini yoxlayır. Bu situasiyada müəllimin planlaşdırma bacarığı haqqında nə demək olar? Müəllimlər, bizim şagirdə verdiyimiz tapşırıq məlumatların müqayisəsidir, buradan əsaslandırılmış nəticə çıxarmaqdır. Amma biz nə edirik? Qapalı sual veririk. Qapalı sualda yalnız faktları, xatırlamanı yoxlayır. A bəndi deyir ki, müəllim təlim nəticəsində yüksək səviyyəli düşünmə bacarığını hədəfləsə də, qiymətləndirmə vasitəsi kimi həmin bacarığın nümayişinə daha az şərait yaradır. Elə bu variantdır, çünki həqiqətən də verilən tapşırıqda başqa bacarıqlar tələb edirəm, amma başqa bir şey yoxlayıram. Qapalı suallar verirəm, xatırlamanı yoxlayıram. Ona görə də yüksək səviyyəli düşünmə bacarığını hədəfləsəm də, qiymətləndirmə üzrə verdiyim tapşırıq düz gəlmir. Verdiyim tapşırıq daha çətindir, amma yoxladığım daha asandır. Müəllim dərsin məqsədini aydın formalaşdırsa da, müəyyən etdiyi meyar formativ qiymətləndirmənin effektivliyini itirir. Dərsin məqsədini aydın formalaşdırsa da, meyar formativ effektivliyini itirir. Yox, bu deyil müəllimlər. Seydə deyir ki, yaradıcı təfəkkürü inkişaf etdirmək istəyir. Xeyr, yaradıcı bir şey yoxdur axı burada. Yəni, yeni bir yanaşma yoxdur. D bəndi, obyektiv rəy vermə mühiti qursa da, meyarları öncədən elan etmədiyi üçün belə olur. Axı, meyarları əvvəlcədən elan etmədiyi haqqında bir məlumat yoxdur əlimizdə. Müəllim qiymətləndirmə meyarlarını əvvəlcədən təqdim etmədiyi üçün obyektivliyi təmin etmir. Görürsünüz, burada da eyni vəziyyət. Ən dəqiqi bəli, A bəndidir. Çünki biz görürük ki, tapşırıqda müqayisə etmək, nəticə çıxarmaq, əsaslandırılmış nəticə. Amma gəlib axırda nə veririk? 15 ədəd qapalı sual verirəm. Yəni, bunlar uyğun gəlmir bir-birinə. Ona görə biz A bəndini götürdük. 10-cu sualımıza baxırıq. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Nəticədən planlamada müvafiq ardıcıllıqla nəticələrin əvvəlcədən müəyyən edilməsi və o nəticələrə çatmaq üçün qiymətləndirmə üsul və vasitələrinin hazırlanması, həmin nəticələrə çatmağa xidmət edən fəaliyyətlərin seçilməsidir. Bu doğrudur, çünki nəticədən planlama bildiyiniz kimi geriyə planlamadır və burada əvvəlcə siz nəticəni müəyyən edirsiniz, sonra ona uyğun qiymətləndirmə, sonra da ona çatmaq üçün fəaliyyətləri seçirsiniz. Yəni, geriyə planlamanın düzülüşü belədir. Gündəlik planlamada ilk iş öyrənmə fəaliyyətinin effektiv müəyyən olunmasıdır. Görürsünüz, bax, bu səhvdir. Çünki ilk iş nəticənin, təlim nəticələrinin müəyyən olunmasıdır ki, qalan hər şeyi oradan çıxaraq. Görürsünüz, deyir ki, bundan sonra qiymətləndirmə meyarlarını təyin edin. Düzülüş burada səhv getdi. Birinci nəticələr, sonra qiymətləndirmə, ən axırda öyrənmə fəaliyyəti. Ona görə B bəndi səhvdir müəllimlər. Dərsin planı öyrənmə prosesinin daha düzgün təşkil edilməsi, dərs zamanı qarşıya çıxan problemlərin həlli, müəllimin özünə inamının artması və auditoriya qarşısında həyəcanın azalmasına kömək olur. Ona görə də bu doğrudur. Yəni, burada səhv bir şey yoxdur. Həqiqətən də dərs planı müəllim üçün bələdçidir, müəllimə yol göstərir və qarşıya çıxan problemlərimizi vaxt itirmədən həll edə bilirik.
Planlama müəllimə şagirddə nəyi necə öyrədəcəyi haqqında aydın bir fikir verir. Doğrudur. Müasir dövrdə təlim nəticələrinin hazırlanmasında SMART modelindən istifadə olunur. Bəli, SMART haqqında da danışmışıq sizə. Hər bir hərfin açılışını bilmək lazımdır. Növbəti sualımız. Müəllim dərslərdə yüksək fəallıq göstərən və tapşırıqları vaxtında icra edən şagirdlərin suallarına xüsusi diqqətlə yanaşır, onların səhvlərini yumşaq şəkildə düzəldir. Lakin dərslərə qarşı meyilsiz olan və daxili qapalığı ilə seçilən bir şagird çətinliklə də olsa könüllü şəkildə lövhəyə çıxıb fikir bildirmək istəyərkən, müəllim onun tərəddüdlərini görüb, sən tam hazır deyilsən deyərək onu yerində əyləşdirir. Müəllimin bu fəaliyyəti haqqında ən doğru yanaşma hansı bənddə verilib? Müəllimlər, görürük ki, onsuz da şagirdin çətinliyi var, şagird biraz qapalıdır və qərarı alıb ki, çıxsın lövhədə könüllü şəkildə fikir bildirsin. Və o təşəbbüs edərkən mən ona sən tam hazır deyilsən deyirəmsə, mən onu birbaşa həvəsdən salıram. Ona görə belə bir cavab axtarırıq. A bəndi deyir ki, müəllim şagirdi mümkün uğursuzluqdan qorumağa çalışdığı üçün emosional rahatlığını təmin edir. Xeyr, əksinə elə uğursuzluqda mənim də rolum var ki, mən şagirdə sən tam hazır deyilsən deyirəm. Müəllim şagirdin hazır olmadığını nəzərə alaraq təlim prosesinin səmərəliliyini, dərsin tempini qoruyur. Düz deyil müəllimlər, yəni bu yanaşmanı düz çıxara bilmərik də hansısa bənddə. Müəllimin reaksiyası şagirdin öz hazırlıq səviyyəsini daha real qiymətləndirməsinə kömək edəcək səhvdir. Müəllimin yanaşması şagirdin özünə inamının aşağı düşməsinə gətirib çıxaracaq. Bax budur. Elə əvvəldən biz bunu axtarırdıq. Müəllimin tətbiq etdiyi fərqli münasibət şagirdin sosial adaptasiya prosesini çətinləşdirəcəkdir. Y bəndə bənzəyir, amma bu deyil. Çünki sualımızda əsasən sosial adaptasiyadansa, sırf mənim ona verdiyim rəydən söhbət gedir ki, şagird təşəbbüskarlıq eləyir, onsuz da çətinliyi var, amma fikir bildirmək istəyərkən mən onu daha da həvəsdən salıram ki, sən tam hazır deyilsən. Bu da D bəndində olacaq. 12-ci sualımıza baxırıq. Müəllim Molla Nəsrəddin əsərinin tədrisi zamanı şagirdlərə müəllifin cəmiyyətdəki nöqsanları niyə birbaşa deyil, satira və ironiya vasitəsilə təqdim etdiyini araşdırmağı tapşırır. Şagirdlər kiçik qruplarla müzakirə aparırlar. Bir qrup satiranın cəmiyyətə təsir gücünün artırdığını iddia edir. Digər qrup isə bəzi hallarda bu üsulun əsas fikrin anlaşılmasının çətinləşdirdiyini bildirir. Qruplar öz mövqelərini müdafiə etməyə çalışdıqca bir-birinin sözünü kəsməyə başlayır və müzakirənin məhsuldarlığı azalır. Müəllimin hansı addımı bu problemi həll etməkdə effektiv olacaq? Deməli, görürük ki, burada bir debat yaranıb, yəni bir qrup deyir ki, bu təsir gücünü artırır fikrin, digəri isə deyir ki, xeyr, anlaşılmağına daha da maneə olur. Burada da bir-birlərinin sözünü kəsənlər var və müzakirənin artıq qayda qanunlarını pozanlar var. Biz nə etməliyik? A bəndi deyir ki, müəllim müzakirəni dayandıraraq, şagirdlərdən yalnız əl qaldıraraq danışmağı tələb edir və fikirləri özü ümumiləşdirir. Bilirsiniz, müzakirəni dayandırmağa ehtiyac yoxdur da. Yəni, bir problemi həll edərkən mən ümumiyyətlə dayandırım nəysə, bu çox vaxt səhv çıxan bir cavabdır. Ona görə A bəndini kənara ataq. Daha sonra müəllim müzakirənin vaxtını məhdudlaşdırır, fikirləri ümumiləşdirir və diqqəti əsas məqamlara yönəldir. Müzakirənin vaxtını da məhdudlaşdırmağa ehtiyac yoxdur. Təsəvvür edin ki, şagirdlər bir-birlərinin sözünü kəsir deyə mən müzakirəni daha da qısaldıram ki, tez olsun, bitsin. Təbii ki, doğru yanaşma deyil. Şagirdləri daha kiçik qruplara bölürəm, əsaslı arqument irəli sürən qruplara söz verməklə müzakirəni davam etdirirəm. Bu da doğru deyil müəllimlər, çünki daha da kiçik qruplara bölüb, əsaslı arqument irəli sürən qrupla, yəni bir qrupla işləyirəmsə, digər qrup yarıda qalır. Bu da doğru deyil. Müəllim ünsiyyət qaydalarını xatırladır və hər qrupa öz arqumentlərini təqdim etmək üçün müəyyən vaxt ayırır. Bax, bu doğrudur. Ünsiyyət qaydalarını xatırladıram və hamıya da vaxt verirəm ki, hərə öz fikrini əsaslandıra bilsin. Problemin həlli kimi hələlik bu doğrudur. Gəl nəticəsinə də baxaq. Müzakirə zamanı fərqli baxışlar qorunur və şagirdlər bir-birlərinin fikirlərini əsaslandırılmış şəkildə qiymətləndirir. Bax belə, fərqli baxışları qəbul edirik, qoruyuruqsa, D bəndi bizim elə doğru cavabımız olacaq.
Bəs niyə Y deyil? Müəllim bütün fikirlərin sərbəst səsləndirilməsinə imkan verir və prosesə minimum müdaxilə edir. Dərsdən sonra qaydalar şagirdlərə xatırladılır. Və məsələ budur, dərsdən sonra qaydaları xatırladacamsa, elə bugünkü müzakirəmiz səliqəsiz, səhmansız davam edəcək. Ona görə ən məntiqli cavabımız elə D variantında verilib. 13. Müəllim dərsdə qrup işi təşkil edir. Qruplardakı bəzi şagirdlər liderlik keyfiyyətləri ilə seçilirlər və müzakirəni tamamilə öz üzərlərinə götürürlər, lakin tapşırığın texniki və yazı hissəsinə diqqət yetirmirlər. Digər qrup üzvləri isə yaxşı araşdırma aparıb qeydlər götürsələr də, qrup daxilində fikirlərini müdafiə etməyə çəkinirlər və passiv qalırlar. Müəllim hansı qərarı əvvəlcədən versəydi, fəaliyyəti daha səmərəli qurulardı. Bəli, bu sualda da görürük ki, əsas problemimiz odur ki, qrup işi təşkil olunsa da, burada sadəcə liderlər hər şeyi öz üzərlərinə götürürlər, digər yoldaşlar isə kənarda qalırlar. Təbii ki, bu doğru hal deyil, biz də buna uyğun bir cavab axtarırıq. A bəndi deyir ki, qrup işindən əvvəl mövzu ilə bağlı geniş mühazirə oxumalıydı. Bütün şagirdlərin mövzunu eyni səviyyədə qavramasını təmin etməlidir. Bu tamamilə səhv bir şeydir, çünki mühazirə oxumaqla siz bu problemi həll edə bilmirsiniz. Özdə hər kəsin eyni səviyyədə qavramasını təmin etmək istəyirsiniz. Təbii ki, bu alınmaz. Ona görə A bəndi deyil. Şagirdlərin fərdi bacarıqlarına uyğun qrup daxili rollar müəyyənləşdirib, hər kəsin məsuliyyətini öncədən bölməli idi. Bax, bu olsaydı, bizim situasiyamızda da belə problem yaşanmayacaqdı. Hər kəs öz rolunu, məsuliyyətini biləcəkdi. Ona görə də burada kiminsə daha çox iş görməsi, kiminsə ümumiyyətlə iş görməməsi kimi bir durum yaranmayacaqdı. C bəndi qrup işində vəzifə bölgüsünü könüllü edin deyir. Təbii ki, bu da doğru deyil. Şagirdlərə qrup işinin qaydalarını xatırlatdıqdan sonra şərait yaradılmalıydı başlamağa, bu da düz deyil. Qrup işinin qaydaları bizə bayaq lazım idi ki, söz kəsirdilər, mane olurdular. Qrup işindən passiv şagirdlərlə fərdi danışıb, onlarda özünə inam hissinin artırılması ilə bağlı dəstək verməliyik. Bu da doğru deyilməlilər. Yəni, situasiyanı oxuyan kimi buradan siz bir nəticə çıxarırsınız ki, müəllim düz eləyib, yoxsa səhv eləyib. Təbii ki, burada səhvlik var ki, ancaq bir nəfər tapşırığın bütün məsuliyyətini öz üzərinə götürür, digərləri kənarda qalır. Bunu da həll edəcək cavabımız B variantıdır. 14. Müəllimin dərs zamanı yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin. Müəllim şagirdin verdiyi səhv cavaba görə onu cəzalandırmır, lakin sinif qarşısında digər şagirdlərdən bu cavabın niyə yanlış olduğunu izah etmələrini xahiş edir. Bu doğrudur müəllimlər, yəni cəzalandırmaqdansa niyə bu səhv cavabdır? Bax, bunun müzakirəsi təbii ki, daha doğru olar. Müəllim dərsin məqsədini lövhədə yazır və şagirdlərə dərsin sonunda hansı bacarıqlara yiyələnəcəklərini dərsin əvvəlində izah edir. Bu da doğrudur, şagirdlərdə motivasiya yaranır ki, biz bugün nə öyrənəcəyik və niyə öyrənəcəyik. Müəllim qrupla iş zamanı sinifdə səs-küy yarandığını görüb fəaliyyəti dayandırmır, sadəcə qrupları gəzərək asta səs tonu ilə danışmalarını xatırladı. Bu da doğrudur, dərsin gedişini pozmadan bir müdaxilə edirəm, fəaliyyəti tam dayandırmadan mən onlara qaydaları xatırlatma edirəm. Müəllim summativ qiymətləndirmə tapşırıqlarını hazırlayarkən dərslikdə olan mətnlərdən deyil, eyni altı standarta uyğun olan tam fərqli yeni mətnlərdən istifadə edir. Bu da doğrudur müəllimlər, çünki summativ qiymətləndirmədə həmişə dərslikdə olanlardan sual salmaqdansa eyni altı standarta uyğun fərqli tapşırıqlar verə bilərəm. Amma qalır burada Y bəndi. Müəllim formativ qiymətləndirmə zamanı şagirdin fəaliyyətini afərin, əhsən kimi sözlərlə qiymətləndirərək müstəqil fəaliyyəti formalaşdırmaq üçün onu ruhlandırır. Bax, bu səhvdir. Çünki afərin və əhsən sözünü deyirsənsə, bunun ardını gətirməlisən. Yəni, istiqamət verməlisən ki, əhsən nəyə görə, afərin nəyə görə. Yəni, sadəcə afərin və yaxud əhsən sözünü deməklə düzgün istiqamət vermək olmur, düzgün qiymətləndirmə deyil. Yəni, formativ qiymətləndirmə şagirdə istiqamət verəndə şagirdi ruhlandırır. Ona görə də Y bəndini səhv kimi götürürük. Və gəlirik 15-ci sualımıza. Yanlış fikri müəyyənləşdirin. Şagirdlərin dərsi buraxma və gecikmə səbəblərini araşdırmadan birbaşa cəzalandırma metodlarına müraciət etmək onlarda məktəbə və müəllimlərə qarşı ikrah hissi oyada bilər.
Bu düzdür müəllimlər, çünki ümumiyyətlə hər şeydə belədir, nəinki dərsə gecikmə. Səbəbi araşdırmadan birbaşa cəza verirsinizsə, bu pedaqoji üsullara ziddir. Səbəbi araşdırmalısınız. Sinif prosedurlarının dərsin ilk günlərindən etibarən şagirdlərə öyrədilməsi və mütəmadi məşq etdirilməsi sinifin idarə olunmasındakı problemlərin sayını minimuma endirə bilər. Təbii ki, bu da doğrudur. Biz həmişə demişik ki, sinif qaydaları, prosedurları, gözləntilər, bunlar əvvəlcədən hamısı təyin olunmalıdır və dərs ilinin ilk günlərindən artıq riayət olunmağına başlamalıdır. Çünki biz bunu dərs ilinin ortasında eləyəriksə, artıq buna adaptasiya olmaq, bunu öyrənmək çox vaxtımızı aparacaq. Müəllimin şagirdlərin hər birinə qarşı bərabər hüquqlu və obyektiv yanaşması sinifdə qarşılıqlı hörmət və güvən mühitini gücləndirir. Bu da doğrudur müəllimlər, hər kəsə bərabər yanaşır. Dərs ilinin əvvəlində sinif qaydalarının müəllim tərəfindən müəyyən edilməsi şagirdlərin daxili məsuliyyət hissini təmin edir. Bax, səhv olan budur. Çünki biz sinifin idarə olunmasında demişik ki, müəllim qaydaları şagirdlərlə bir yerdə hazırlayanda, bu zaman şagirdlər həm qaydaların əhəmiyyətini anlayırlar, həm də onlarda məsuliyyət hissi yaranır ki, çünki qaydaları özləri də təyin ediblər. Bax, ona görə burada ancaq müəllim tərəfindən müəyyən olması dediyinə görə deybəndi səhvdir. Müəllimin şagirdlərlə empatiya qurması və onların emosional ehtiyaclarına həssas yanaşması öyrənmə prosesinin effektivliyini artırır. Təbii ki, doğrudur, empatiya qurub onları emosional cəhətdən də dəstəkləyirəmsə, deməli mən düzgün eləyirəm. Pedaqoji yanaşmalara görə də səhv bir şey eləməyirəm. 16. Müəllim mövzu izahından sonra şagirdlərin mənimsəmə dərəcəsini dərhal yoxlamaq qərarına gəlir. Müəllim şagirdlərə fərdi olaraq suallar ünvanlayır, lakin cavabları dinləyərkən düzgün cavab verən şagirdləri fərqləndirir, səhv və ya yarımçıq cavab verənlərə isə sadəcə əyləş, növbəti dərslərdə daha diqqətli olarsan deyərək keçir. Dərsdən sonra müəllim anlayır ki, bu yanaşma şagirdlərin mövzunu tam qavramasına kömək etmədi və onlarda özünə inamı azaltdı. Müəllim hansı pedaqoji yanaşmadan istifadə etsəydi daha doğru olardı. Təbii ki, bu doğru yanaşma deyil ki, düz cavab verənləri tərifləyin və yaxud onlara başqa cür yanaşın. Amma səhv cavab verənlərin tez sözünü kəsin, onları yarımçıq saxlayın ki, yerlərində əyləşsinlər. Yəqin ki, düz deyil bu. A bəndi deyir ki, müəllim növbəti dərsdə şagirdlərin cavablarını qiymətləndirərkən onların keçmiş fəaliyyəti ilə indiki fəaliyyətini müqayisə edir. Bu gün əvvəlki dərslərə nisbətən daha dəqiq analiz etdiniz, afərin tipli şərhlər verir. Bu isə doğru deyil. Yəni bizə nə lazımdır? Şagirdimiz mövzunu tam qavrasın, üstəgəl onlarda özünə inam azalmasın da. Çünki bayaqki yanaşmamız səhv idi. İndi burada da mən deyirəm ki, əvvəlki dərslərə nisbətən daha dəqiq analiz etdiniz. Bu düzgün istiqamət vermək və yaxud düzgün tərifləmə deyil. B bəndi, müəllim şagirdlərin səhvlərini düzəltmək məqsədi ilə sualın cavabı bu deyil. Sən gərək dərslikdəki mövzunu bir daha oxuyasan deyərək birbaşa mənbəni göstərir. Bu da düz deyil müəllimlər. Yəni sualın cavabı bu deyil. O deməkdir ki, sən səhv danışırsan. Yəni səhvi düzəltmək üçün konkret bir yol göstərilməlidir. Ona görə bu da uğurlu deyil. Müəllim şagirdlərin nəticələrinə əsasən növbəti təlim addımlarını planlaşdırır, çətinlik çəkən şagirdlərlə əks əlaqə qurur. Bax, budur. Çünki mən görürəm ki, şagirdlərin çətinliyi var, ona görə növbəti təlim addımlarını planlaşdırıram. Kim də çətinlik çəkirsə, əks əlaqə qururam, düzgün rəy verirəm, şagird də düzgün nəticə çıxarır. Deybəndi, müəllim dərsin sonunda şagirdlərə fəaliyyətlərinin ümumi mənzərəsini göstərmək üçün bugün hamınız dərslərdə çox fəal idiniz deyir. Yəni belə ümumi rəy, yəni əks əlaqədə nəzərdə tutulmur müəllimlər, xüsusi rəy verilməlidir. Müəllim zəif şagirdlərin mənimsəmə səviyyəsini artırmaq üçün yüksək akademik göstəricilərə malik şagirdlərin dərs strategiyalarını onlara nümunə olaraq göstərir. Burada da görürsünüz ki, bir şagirdi yenə digərlərinə nümunə olaraq göstərmək təbii ki, doğru deyil. Və beləliklə C bəndi ən doğru cavabımız çıxır ki, növbəti təlim addımlarını planlayırsan və şagirdlərə dəstək olaraq onlarla əks əlaqə qurursan. 17. Summativ qiymətləndirmə zamanı müəllim müşahidə edir ki, bir şagird tapşırıqları yanındakı şagirddən köçürüb. Bu halda müəllimin ən məqsədə uyğun addımı hansı olar?
Qiymətləndirmənin etibarlılığını qorumaq məqsədi ilə köçürülmüş hissələri nəzərə almadan şagirdin yalnız müstəqil yerinə yetirdiyi tapşırıqları qiymətləndirmək. Bu doğru deyil məncə, çünki biz burada bu cür oturub analiz eləyək ki, şagird hansını köçürüb, hansını köçürməyib. Bu qədər vaxt itkisi ümumiyyətlə düzgün yanaşmada deyil. Köçürülmə varsa, deməli nəticə etibarlı deyil. Yəni mən buna uyğun bir tədbir görməliyəm. Şagirdin davranışının səbəblərini araşdırmaq, gələcəkdə oxşar halların qarşısını almağa çalışmaq. Bilirsiniz, bu strategiyada formativdə uyğundur. Yəni formativdə sən bunu eləyə bilərsən. Amma summativdə eləyə bilmirsən də, çünki summativ rəsmi qiymətləndirmədir. Bu yekun bal və yaxud kəmiyyətlə, qiymətlə qeyd olunacaq. Ona görə B bəndi burada keçərli deyil. Qiymətləndirmə prosesinin obyektivliyinə xələl gəldiyini nəzərə alaraq, həmin şagird üçün alternativ summativ qiymətləndirmə təşkil etməlidir. Burada isə obyektivlik, subyektivlik məsələsi deyil, nəticənin etibarlığı məsələsi var. Ona görə C bəndi də deyil. Müəllim köçürülmüş cavabları etibarlı nəticə hesab etmir, nəticəni etibarsız hesab edib şagirdə 0 bal yazmalıdır. Bax, budur. Çünki nəticə etibarlı deyil. Mən artıq əmin deyiləm ki, hansını özü yazıb, yazmayıb. Ümumiyyətlə köçürübsə, bu bal nə çıxırsa çıxsın, bu şagirdin nəticəsi deyil. Ona görə sənin burada görəcəyin tədbir ancaq D variantında verilib. Belə halların qarşısını almaq üçün əsas diqqəti gələcək summativlərdə tapşırıqların fərqləndirilməsinə və çətinlik səviyyəsinin yenidən nəzərdən keçirilməsinə yönəltməkdir. Bu da doğru deyil mənlər. Köçürmə halı varsa, summativdə sırf bu işi görməlisən. Çünki nəticə etibarlı deyil. 18. Dərs zamanı şagirdlərdən biri müəllimə deyir ki, siz həmişə eyni uşaqları dinləyirsiniz, mən əlimi qaldıranda mənə baxmırsınız. Heç vaxt mənə növbə çatmır. Bu hadisə digər şagirdlərin də diqqətini çəkir və sinifdə pıçıldaşmalar başlayır. Bu vəziyyətdə hansı addım müəllimin sinifi idarə etmə və emosional tənzimləmə bacarığının yüksək olduğunu göstərir. A bəndi deyir ki, şagirdə dərhal cavab verməyərək dərsin nizamına davam etmək, dərs bitdikdən sonra isə növbəti dərsdə ona mütləq ilk olaraq söz verəcəyini sinifin qarşısında bildirmək. Yəni bu doğru deyil mənlər. Yəni sırf şagirdi sakitləşdirmək üçün, onu razı salmaq üçün ilk olaraq sözü ona verim. Yəni bu bizim aramızdakı problemi həll eləmir. Bilirsiniz ki, müəllim həmişə bərpa edici yanaşmada olmalıdır. Yəni demək istəyir ki, əhəmiyyət vermə, dərs izahına davam elə. Bu doğru deyil. Şagirdin ittihamına qarşı obyektiv olduğunu sübut etmək üçün jurnaldakı qiymətləri və cari dərsdə kimlərin cavab verdiyini sinifə göstərmək. Yəni açırsınız jurnalı, dərs qalır, siz burada başqa bir şeylə məşğulsunuz, sübut eləməyə çalışırsınız. Bu da doğru deyil. Çünki bax, sualda bizə deyir ki, sinifin idarə olunması və emosional tənzimləmə bacarıqları. Nə A bəndində, nə B bəndində belə bir bacarıq görmürük biz. Şagirdin gərginliyini anlayışla qarşılayaraq dərsi müvəqqəti dayandırmaq, həmin şagirdi lövhəyə çıxarıb mövzunu onunla birlikdə təhlil etmək. Bu da doğru görünsə də doğru deyil mənimlə. Çünki dərsi müvəqqəti dayandırmaq görürsünüz ki, bütün situasiyalarda demək olar ki, səhv çıxır da. Yəni dərsi müvəqqəti dayandırım, sırf o şagirdə vaxt xərcləyim. Bu da doğru deyil. Sinifdə intizamı qorumaq məqsədi ilə şagirdə qaydaları xatırlatmaq və icazəsiz danışmağın yol verilməz olduğunu bildirmək. Mənimlə qaydaları xatırlatmaq gördüyünüz kimi bayaqki suallarımızda olan müzakirələrdə önə çıxır. Yəni burada qayda xatırlatmağın bir mənası yoxdur. Qalır Y bəndi. Şagirdin emosional reaksiyasını şəxsi münasibət kimi qəbul etmirəm. Dərsin ritmini pozmayacaq qısa bir jestlə, məsələn, təsdiq edirəm başımdan və şagirdi sakitləşdirirəm, dərsdən sonra da fərdi şəkildə aydınlaşdırıram. Bax, budur məsələ. Budur düzgün olan, çünki mən dərsi pozmadan şagirdi sakitləşdirdim, sinifin idarə edilməsi bax budur. Bir də fərdi şəkildə aydınlaşdıram, yəni emosional cəhətdən də o şagirdi ələ alıram. Bax, bizdən tələb olunan şərtdəki bacarıqlar Y bəndində öz əksini tapdı. 19-a baxırıq. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətinə aid edilə bilməz. Hər bir şagirdin fəaliyyəti diqqət mərkəzində olmalıdır. Bu düzdür. Ona görə də hər bir şagirdi ayrı cür dəyərləndirirsiniz. Şagird nailiyyətləri dərsin sonunda qiymətləndirilməlidir.
Niyə? Dərsin ortasında mən nailiyyət izləyə, nailiyyət qiymətləndirə bilmərəm. Yəni sırf dərsin sonunda olmalıdır, axırda olmalıdır. Bu doğru deyil təbii ki. Ona görə B-ni götürürük. Təlim məqsədlərinin mənimsənilməsi üçün müəllim uyğunluq prinsipinə diqqət etməlidir. Bu da doğrudur. Çünki uyğunluq pozulanda sən şagirdə başqa şey keçirsən, amma başqa şey yoxlayırsan və beləliklə onun təlim məqsədinə çatıb-çatmadığını ölçə bilmirsən axı. Şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik, obyektiv və şəffaf olmalıdır. Bütün prinsiplər burada qeyd olundu. Şagirdin fəaliyyəti stimullaşdırılmalı, təlim nəticələrinə çatmaq şərait yaradılmalıdır. Bax belə, hamısı doğrudur. Bir dənə B bəndi yalnız sonda dediyinə görə bu səhv olacaq. Qaldı sonuncu sualımız. Burada da deyilir ki, müəllim dərs zamanı şagirdlərə ekoloji problemlərlə bağlı fərqli mövqedə olan 2 məqalə təqdim edir. Məqalənin birində iqtisadi artımın ətraf mühitə mənfi təsirləri, digərində isə sənaye inkişafının insan rifahı üçün qaçılmaz olduğunu müdafiə edilir. Müəllim şagirdlərə hər iki tərəfin arqumentlərini qruplaşdırmağı, zəif və güclü tərəflərini müəyyənləşdirməyi və sonda öz fərdi mövqelərini əsaslandırmağı tapşırır. Müəllim bu situasiyadakı fəaliyyəti və dərsin gedişatı haqqında hansı mülahizə doğrudur? A bəndi deyir ki, müəllim şagirdlərdə faktoloji biliklərin idraki səviyyədə tətbiqini təmin edir. Müəllimlər, faktoloji biliyi ki, axı burada deyir ki, sən arqument gətirəcəksən, üstəgəl zəif güclü tərəfləri müəyyənləşdirəcəksən, öz mövqeyi əsaslandıracaqsan. Yəni, mövqe əsaslandırmaq, yəni arqument gətirmək, bunlar təfəkkürün yuxarı səviyyəsidir, tənqidi təfəkkürdür. Faktoloji biliklər burada düz olmadı. Müəllim şagirdlərin divergent düşüncəsini stimullaşdırır. Bu, yaradıcı təfəkkür deməkdir. Amma biz burada tənqidi müzakirə görürük də, yəni debat görürük. Biz burada yeni yanaşma görmürük ki, B bəndini götürək. Müəllim subyektiv mülahizələrə əsaslanan tapşırıq vasitəsilə şagirdlərin emosional dəyər sferasını inkişaf etdirir və şəxsiyyət yönümlülük prinsipini reallaşdırır. Xeyr, yəni tənqidi təfəkkür bacarıqdır. Yəni bir dəyər deyil ki, şagirdə tərbiyəvi bir dəyər aşılayaq. Üstəgəl subyektiv mülahizələrə əsaslanan tapşırıq vasitəsilə yoxsa bəndi düz olmadı. Müəllim öyrənmə mühitində şagirdlərin idraki fəallığını artırmaqla yanaşı, həm də tənqidi təfəkkürün formalaşmasına xidmət edir. Bax, budur. Çünki sualı oxuyan kimi biz hiss elədik ki, burada yəni, arqument gətirmək, mövqeyin müdafiəsi, zəif və güclü tərəfləri müəyyənləşdirmək, yəni bu tənqidi təfəkkür istəyir bizdən. Üstəgəl belə bir tapşırıq idraki fəallığı təbii ki artırır, cəlb edir şagirdləri. Ona görə doğru cavabımız D variantı oldu. Bəs niyə Y bəndi deyil? Taksonomiyanın anlamaq mərhələsindən təhlil mərhələsinə keçidi təmin edir. Şəxsi təcrübələrinə əsaslanan situasiya yaratmaqla, bu da doğru deyil müəllimlər, anlamaqdan təhlil mərhələsinə keçidinə. Burada üstəgəl təhlil deyil, dəyərləndirmə də var. Öz fərdi mövqeyini əsaslandıracaq da, yəni təhlildə dayanmır, axı dəyərləndirmə mərhələsi də burada var. Ona görə bütün variantlarımız səhvdir, yalnız D variantı doğrudur. Bu qədər, növbəti izahlarda görüşərik.